Son günlər Ağvağların Neftçala şəhərinin mərkəzində çoxalması sakinləri narahat etməyə başlayıb. Bu hal ən çox şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Belə ki, yüzlərlə Ağvağ qəfildən küçədə yerləşən idarələrin birinə məxsus yaşıllıq sahəsinə hücum edib, orada yaşamağa başlayıblar. Sakinlərin də qara günlərinə bundan sonra start verilib. Onlar söyləyir ki, Ağvağlar səhərlər ərazini tərk edir, amma axşam saatlarında yenidən bura yığılır. Bu zaman quşların qəribə səsi əhali arasında vahimə yaradır və bu hal səhərədək davam edir. Bundan əlavə ətrafı üfunətli qoxu bürüyür. Belə ki, ağaclardan və ətraf ərazidən yayılan kəskin nədis qoxusu səbəbindən evlərdə pəncərə açmaq belə çətinləşir. Sakinlər iddia edir ki, Ağvağların bura gəlişindən sonra çoxillik ağaclarda quruma da müşahidə olunur. Biz Neftçala sakinləri, bu ərazidə yaşayan adamlar gecəmiz gündüzümüz olmur. Axşam 7-də başlayır, səhər saat 6-da qurtarır. Səs-küy. Birinci səs-küydür. Uşaq yatızdırmaq istəyirsən, yatızdıra bilmirsən. Yaşlı adam da istəyir ki, başı sakit olsun. Başı sakit olsun, mümkün deyil qardaş, alınmır. Bu 6 ildir, 5 ildir, lap belə patoloku deyək 5 ildir. Mən indi 5 ili açmışam burada dükan. Düz öz həyətimdir, amma həyət idi qabaq. Quşları, mən də deyirəm də, quşları mən ocaqdan görmüşəm. Mən saat 5 oldu, burada bağlayıram, evin də qapısını bağlayıram, pəncərəsini bağlayıram ki, bunların səsi içəri girməsin. Səsi bir yandan, bir də ki, səhər-səhər durursan, qapı pəncərə açmaq mümkündür. Bu quşlarla problemimiz odur ki, səsdir, iyiydi. Baxmadı, insan nəfəs almaq istəyir, səsdir. Gecə vaxt adam qorxar, elə qarırlar ki, adam qorxar. Deyəsə görsə küçədə nə olub? O beləncə, biraz ona görə sıxıntımız budur. Ekoloq Gülşən Piriyeva bildirir ki, Ağvağların şəhər ərazisində xüsusilə görünməsi bir çox məsələ ilə bağlı ola bilər. Onlardan biri ölkə yaxınlarında müharibələrin baş verməsidir ki, göçəri quşlar şəhərlərə pənah gətirir. İkinci məsələ Kür çayında suyun qalxma prosesindən sonraki vəziyyətə görə ola bilər. Belə ki, Kürün aşağı axınlarında həşərat və müxtəlif suda, quruda yaşayan heyvanların çoxalması Ağvağları şəhərlərə gətirib çıxarıb. Son zamanlarda Neftçala şəhərini ağuşuna alan Bağlar fəsiləsinə aid olan Ağvağ, bəzən xalq arasında buna Ağvaca da deyirlər. Yayılması Kürün qalxma səviyyəsi ilə əlaqədardır. Çünki onlar adətən qida çox tapdıqları yerə gəlirlər və həmin qidalarla qidalanırlar. Bu quşların ifrazatının tərkibində həddən artıq turşuluq və azot çox olduğu üçün o ətraf mühitə pis təsir edir. Əgər yarpaqların, bitkinin gövdəsinin üzərinə düşürsə onları saraldır. Torpaqda çoxlu miqdarda yığılaraq torpağın turşuluğunu artırır. Bu da bitkinin köklərinə ziyan verməklə sonra bitkilərin yavaş-yavaş məhv olmasına səbəb olur. Sakinlər məsələ ilə bağlı aidiyyatı qurumların hərəkətə keçməyini gözləyir. Onlar bildirir ki, əks halda bu problem uzun çəkəcək. Səmil Quliyev, Yusif Əliyev, Bugün informasiya proqramı üçün.